Çox etməyin, çünki saçınız çox uzanacaq. Əgər illərdir saçınız uzanmır və çox tökülürsə, mütləq bu resepti yoxlayın. Bir ayda 10-15 sm özünüz görəcəksiniz ki, saçınız artıq başlayıb uzanmağa. Bizə nə lazımdır? Götürürsünüz bir dənə istifadə etdiyiniz şampunu, fərqi yoxdur hansını. Əlavə edirsiniz 10 dənə aspirini, yaxşı-yaxşı tabletkaları əzirsiniz, əlavə edirsiniz şampunya. Sonradan 2 çay qaşığı quru mayanı və 1 flakon rozmarin yağını. Bunları hamısını götürüb şampunya əlavə edirsiniz və yaxşı-yaxşı qatışdırırsınız. Bu qarışım bir gün qalır şampunun içində və artıq bir gündən sonra istifadə edə bilərsiniz. Deməli, çiməndə 5 dəqiqə başınızda saxlayırsınız, sonra yuyursunuz və inanılmaz, çox gözəl nəticə görəcəksiniz. Saçlarınız çox sürətlə uzanacaq, tökülməyinin qarşısını alacaq, təzə saçlar çıxardacaq. İstifadə etməyən qalıbsa mütləq başlayın, nəticənizi rəylərdə bölüşün ki, hər kəs görsün və hər zaman nəticə gördükcə mənim canıma dua edəcəksiniz.